diplomatik gedişin, geosiyasətin pik nöqtəsi idi. Çünki məhz Laçının uca zirvəsindən, Laçın hava limanından dünyaya mesajların verilməsi birmənalı olaraq Qarabağa göz dikmiş, göz dikəcək insanlara verilmiş son cavab idi, mənə belə gəlir ki. Daha bu ən zirvə nöqtəsi idi və bu gedişin çox ciddi əhəmiyyəti var. İndi bir çox insanlar düşünür ki, Qarabağda artıq 3-cü hava limanı tikilir. Bu qədər hava limanı nəyimizə lazımdır, bunu niyə xərc çəkək, niyə tikirik onu və s. Amma insanlar bizim 30 il işğal dövrümüzü unudur, bunu bu cür düşünənlər. Heç də hər bir məsələ siyasətdə əhəmiyyət baxımından edilmir. Nəyinsə əhəmiyyət ola bilər, nəyinsə strateji əhəmiyyət ola bilər, nəyinsə geostrateji əhəmiyyət ola bilər, nəyinsə siyasi əhəmiyyət ola bilər. Və bütün bunların hamısını dövlət adamlarının, dövlət xadimlərinin və siyasətçilərin borcudur ki, düzgün şəkildə yönətsinlər. Və mən düşünürəm ki, Azərbaycan hakimiyyəti Qarabağla bağlı siyasətini çox düzgün şəkildə qurub. Mən bunu həqiqətən alqışlayıram. Özüm də çox belə təəccüblü hisslər keçirdim. Çünki bu gedişlər indi dünyada baş verən hadisələrin fonunda elə düzülüb, qoşulub, elə həyata keçirilir ki, bu Azərbaycanın əhəmiyyətini, fikrinin dönməzliyini, iradəsini bir daha ən kəskin şəkildə ortaya qoyur və iki fikirlilik yaratmır, iki mənalılıq yaratmır və yaxud boşluq saxlamır ki, kimsə o boşluqdan daxil ola bilsin. Bir mənalı olaraq mesajlar verilir və Azərbaycan, Türkiyə, Pakistan bu üç dövlətin qardaşlığını və hər bir çətin anda bir-birinin yanında olacağını və bu ölkələrin ərazisinə, əhalisinə, iqtisadiyyatına, siyasətinə qarşı addım atanların, həqarət edənlərin də hər üç ölkənin cavabını birlikdə alacağı anlamına gəlmişdi. Bu, böyük əhəmiyyətə malik bir hadisə oldu və təbii ki, Azərbaycan tarixinin ən şanlı nümunələri kimi bizim tarix kitablarımızda yazılacaq.